fikir verin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Adəm övladı sabahladığı zaman bütün əzaların hamısı dilə yönəlir. Sanki dilin qarşısında dilə tabi olaraq ona yönəlir və deyir ki, bizə görə Allahdan qorx və biz səninlə ayaqdayıq. Əgər sən düzgün istiqamət üzərində olarsansa, doğru olarsansa, biz də o zaman doğru olarıq. Yox, əgər sən əyilərsənsə, yəni doğru istiqamətdən çevrilərsənsə, o zaman biz də sənə görə əyilərik. Yəni həmin o doğru istiqamətdən çevrilmiş olarıq. Ona görə insan dilini nə qədər qoruduğu təqdirdə qorumuş olarsa, bütün əzalarına, bütün orqanlarına təsir edər. Eyni zamanda da, yəni qorumadığı təqdirdə bu ona mənfi təsir göstərər. Başqa bir rivayətdə İmam Buxarinin rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qul Allahı razı salan bir kəlmə işlədərsə, bir söz danışarsa və hansı ki fərqinə varmazsa o danışacağı söz nə ilə nəticələnə bilər? O zaman deyir ki, qulun deyir dərəcələri Allah qatında ucalar. Yəni insan deyir ki, Allahı razı salan bir söz danışarsa və həmin o sözün onun özündə, yəni nə ilə qarşılaşacağının fərqində olmazsa və o zaman deyir ki, Allah onun səbəbi ilə, o danışdığı kəlmə səbəbi ilə, söz səbəbi ilə o kəsin dərəcələrini yüksəldir.